Yoldaşlar, hər vaxtınız xeyir olsun. Mart, aprel və may imtahanlarına hazırlaşan tələbələr öncəki ayların qəbul suallarını axtarırlar və biz də bilirsiniz ki, bütün qəbul suallarını sizlər üçün yerləşdiririk YouTube kanalımıza və siz hal-hazırda 15 yanvarda təşkil edilmiş BB və BA kateqoriyası üzrə imtahan suallarını görəcəksiniz. Mütləq maraqla dinləyin və 30 sualın da hər birinin izahı ilə tanış olun. Yoldaşlar, bilirsiniz ki, bütün qəbul suallarını sizin üçün çəkib YouTube'a qoya bilən yeganə kanal bizik. Bunu reklam məqsədi ilə demirik, onsuz da bunu hər biriniz bilirsiniz. Sadəcə sizdən bunu dəyərləndirməyinizi, videolara diqqətlə sona qədər baxmağınızı və necə başa düşüb düşmədiyinizi və digər məsələləri şərh bölməsində bizimlə bölüşməyinizi istəyirik. Başlayaq 71-ci sualla. Şəkillər bölməsini əhatə edən sadə bir sualdır. Fikir verin. Hər sətirdə 3 dənə dairə var. Birinin içində xətt yoxdur. Birinin içində üfüqi xəttlər var. Birində də şaquli xəttlər. Sonuncu sətirdə xətt olmayan, üfüqi xətt olan var. Şaquli xətt olan yoxdur. Ona görə A, D və Y variantları gedir. Fikir verin. Sətir boyunca 2 nöqtə aşağıda olan dairə var. Biri sağda, biri solda olan və biri solda, biri sağda olan. Fikir verin, indi burada da 2 dənə nöqtəsi aşağıda olan var. Biri sağda, biri solda olan, daha doğrusu biri solda, biri sağda olan var. Onun tam əksi yoxdur. Yəni biri solda, biri sağda olan yoxdur. Bunu lap xətt boyunca göstərsəm, fikir verin. Aşağıdadır hər ikisi. Biri solda, biri sağdadır. Biri sağda, biri soldadır. Yəni fikir verin, bununla bu bir-birinin əksidir. Əgər bu varsa, onda bu da olmalıdır. Cavab B variantı. Həmçinin rənglərə də diqqət eləməliydiniz. Dairələrdən 4'ü ağ idi, biri qara, biri boz idi. Burada da ən axırda bizdən qaranı soruşurdu. Çünki sətir boyunca qara yox idi. 72-ci sual. Ardıcıllıq sualıdır. Deyir, eyni məntiq ilə qurulmuş ardıcıllıqlar tapın. Rahat sualdır. Fikir verin. 2'ye vurub 7 gəlib və 1 çıxıb. Üzr istəyirəm, 3 çıxıb. Aşağıda da 2'ye vurub 7 gəlib 3 çıxıb. Ən aşağıda da 2'ye vurub 7 gəlib 3 çıxıb. İkinci, üçüncü və 5-ci sətirlər eyni məntiq ilə qurulur. 4-cü sətirdə axırda üstü 3 gəlib. Burada da üstünə 7 yox 6 gəlib. Ona görə onları doğru cavab kimi götürmürük. Növbəti sual dairə sualıdır. Bilirsiniz, məşhur tipdir bu. Və bu sualda sizdən soruşur ki, hansı fiqurları birləşdirəndə dairə əmələ gəlir? Artıqları seçin. Yoldaşlar, fikir verin, 2'ni gətirib 5'in ağzına bağlasaq, bitişdirsək, belə bir çevrə əmələ gəlir. 6 ilə də 1'i gətirib qoysaq onun içinə, gördüyünüz kimi tam bütöv dairəni formalaşdırmış oluruq. 3 və 4'dən istifadə etmədik. 1, 2, 5 və 6'nı birləşdirdik, dairə əmələ gətirdik. Deməli, düzgün cavab 3 ilə 4'dür. B variantı. 74-cü sual bir qədər məsum sual kimi görünsə də çox çaşdırıcı sualdır. Diqqətli baxın. Deməli, bir dənə ağdır, sonra bir qara, bir ağ, sonra bir qara, bir ağ, bir qara. Fikir verin, növbələşir hər dəfə. İndi sonda fikir verin, fiqurların sayı isə 1, 2, 3, 4, 5'dir. Sonda 6 olmalıdır. C variantı gedir. Qaralar və ağlar növbələşir deyə B və D variantı da gedir. Qalırıq A ilə Y-də. Fikir verirsinizsə, baxın, ağdır, sol tərəfinə bir qara fiqur gəlib. Sonra qara ilə ağdır, sağ tərəfinə bir dənə qara fiqur gəlib. İndi sol tərəfinə ağ fiqur gəlməlidir. Sonra sağ tərəfinə yenə bir fiqur gəlməlidir. Niyə ağ gəlməlidir? Çünki ən sondakı qaradır. İndi təzədən sol tərəfinə bir dənə qara fiqur gəlməlidir ki, cavab olsun Y variantı. Bir dəfə sağına fiqur artırıb, bir dəfə soluna. Buna diqqət eləməlisiniz. Ağla qaranın da ardıcıllığını qorumalısınız. 75-ci sual kifayət qədər sadə bir şifrələmə sualıdır.
Görürəm ki, belə deyək. Sözlərdən 3-ü 4 ilə bitir, 3-ü kvadratdır. Deməli 4 kvadratdır. 134 kvadratla bitməlidir. Təbii ki, bu qara kvadratdır. 4 kvadratdır və önə baxın 2 dənə 2 var ard-arda. Bunlar da 3 bucaqdır. Elə buna görə cavab çıxır əslində. 224 2-3 bucaqla başlayıb. Bu da 2 ilə 2 ilə başlayıb. Qısacası 2 nədir? 3 bucaqdır. 2-nin 3 bucaq olduğunu bilirik. Və 134-ün içində 2 yoxdur axı. Variantlardan 3 bucaqları silirik. Cavab avtomatik ifşa olur. Niye variantı? Keçirik növbəti sualımıza. Bu arada nəzərinizə çatdırım ki, bizi bu videodan sonra nə gözləyir? Yanvarda digər kateqoriya üzrə, ASAB kateqoriyası üzrə də imtahan suallarını çəkib qoyacağıq. Və həmçinin sınağımız, kursumuzun sınağını da çəkib yerləşdirəcəyik. 76-cı sualda 1 ilə 2-nin əlaqəli olduğunu deyir. Baxın. 5 gəlib, 3 çıxıb, yenə 5 gəlib, 3 çıxıb. Aşağıda da 5 çıxıb, 3 gəlib. Ədədləri saxlayıb əməlləri dəyişib. Burada 2 gəlib, 3 çıxıbsa, aşağıda da nə etməlidir? 2 çıxıb 3 gəlməlidir. Avtomatik cavab olur D variantı. Baxın, 2 çıxır, 3 gəlir, 2 çıxır, 3 gəlir, 2 çıxır. Həmişə tövsiyə edirəm ki, sona qədər yoxlayın. Çünki din bəzən elə variant verir ki, axırda qaydına uyğunluq pozulur. Ona görə axıra kimi baxmağınız məsləhətdir. Hansı variantdakı ifadəni mətndəki boşluğa qoysaq, mətn daha da doğru şəkildə tamamlanacaq. Dünyada məsafədən işləmə, remote working trendi son illərdə sürətlə böyüyüb. Texnologiyanın imkanları məsafəni aradan qaldırıb, video konferanslar, bulut saxlama xidmətləri, virtual əməkdaşlıq alətləri işin sərhədlərini genişləndirib. İşçilər öz vaxtlarını daha çevik bölə bilir, işlə şəxsi həyat arasında balansı optimallaşdırmaq daha əlçatan olur. Şirkətlər isə ofis xərclərini azaldır, müxtəlif regionlardakı istedadlı şəxsləri işə cəlb edir. Lakin bu modelin özündə də çətinliklər var. Həm kommunikasiya problemləri, həm də əmək intizamını qorumaq, həm də texniki infrastruktura etibarlılıq. Buna görə də nə etmək lazımdır yoldaşlar? Buna görə də şirkətlər işin keyfiyyətini yüksəltmək üçün yeni reallığa uyğun siyasətlər tətbiq etməlidir. Yəni, telekommunikasiya problemlərini, texniki infrastrukturu təkmilləşdirməlidirlər ki, bu problem aradan qalxmasın. Daha doğrusu aradan qalxsın. Əgər belə bir problem varsa, yəni qısacası belə bir narahatlıq varsa, bu o demək deyil ki, köhnə vəziyyətə qayıtmaq lazım. Yeni reallıqların problemlərini aradan qaldırmaq üçün inkişaf eləmək lazım. Ən doğru, ən dolğun cavab C variantıdır. Növbəti sualımız analogiya sualıdır. Üzr istəyirəm, anagram sualıdır. Ümumiyyətlə fikir versə, mən sualları biraz sürətli izah edirəm. Çünki düşünürəm ki, qəbul sualları izləyən yoldaşlar artıq proqramı bitirmiş və bütün mövzulardan xəbərdar olan yoldaşlar. Ona görə də bir balaca sürətli danışıram. Burada düzgün cavab tədric və ricat. Tədric sözü tədricən sözü ilə eyni anlama gəlir. Addım-addım, hissə-hissə, yavaş-yavaş deməkdir. Rica da ki, xahiş deməkdir. 79-cu sual başqa bir qəbula düşüb. Siz bu sualı görmüsünüz və mən bu sualı sizlər üçün izah etmişəm. Gəlin baxaq suala. Deyir, Şahdağ Milli Parkında yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində 5 vakantiya tutmaq üçün 8 namizəd. Meteoroloq, hidroloq, qlasioloq, kimyaçı, proqramçı, mikrobiyoloq, bioloq və torpaqşünas müraciət ediblər. İşə qəbul üzrə keçirilən bu müsahibədə 5 nəfər seçilib və vakant yerlərə təyin olunur. Baxın, deyir, əgər hidroloq vakant yerə təyin olunubsa, hidroloq vakant yerə təyin olunubsa, yazıram bura hidroloq. Yuxarıda yazıb ki, qlasioloq və hidroloqdan yalnız bir işə qəbul edilir. Gəlin, mən bütün işçilərin adlarını yazım. Deməli, meteoroloqdur, qlasioloqdur, sonra kim var? Hidroloqdur, kimyaçıdır, proqramçıdır,
biyologdur, torpaqşünasdır və mikrobiyologdur. Buna da yazıram mi. Yoldaşlar fikir verin, deyir hidroloq işə qəbul edilibsə qlasioloq edilməyib. Onlardan yalnız biri qəbul edilib. Hidroloq qəbul edilib, onda qlasioloqu silirəm. Hidroloqun özünü də işə qəbul eləmişik də, onun da adını siyahıdan silirəm. Yenə əgər hidroloq işə qəbul edilibsə, onda mikrobiyoloq və proqramçı da qəbul edilib. Onda hidroloqun yanına mikrobiyoloqu da qoyuruq və proqramçını da qoyuruq. Artıq 3 nəfər işə qəbul edildi. Proqramçını da silirəm buradan, mikrobiyoloqu da silirəm. Sonra digər iki namizədi tapmalıyıq ki, bunlar kimdir? Yoldaşlar, biz üçüncü namizəd kimi, qoy görün başqa bir cümlə yoxdur, gözümdən qaçan. Yox məncə. Əgər biyoloq işə qəbul edilibsə, onda mikrobiyoloq qəbul edilməyib. Yoldaşlar, baxın, biyoloq işə qəbul edilibsə, onda mikrobiyoloq qəbul edilməyib. Mikrobiyoloq işə qəbul edilib. Onda bunların yanında biyoloq ola bilərmi? Xeyr. Biyoloq olsaydı mikrobiyoloq olmazdı. Onda bu da getdi. Qaldı meteoroloq, kimyaçı və T nə idi? Torpaqşünas. İndi mən əgər meteoroloqu işə qəbul etsəm, yoldaşlar, onda proqramçı və kimyaçıdan yalnız birini işə qəbul etməliyəm. Proqramçı daxil edilib, onda artıq kimyaçını daxil edə bilmərəm. Növbəti vakantiyə də verəcəm torpaqşünasa. Bu bir ehtimaldır. İkinci ehtimal da budur ki, biz bu mikrobiyoloqu, daha doğrusu meteoroloqu işə qəbul etməyək, elə kimyaçı ilə torpaqşünası işə qəbul edək. Cəmi iki ehtimal yaranır. Ona görə cavab olur B variantı. Sual verir ki, siyahı deyil, neçə fərqli variantda yaradıla bilər? Keçirik 80-ci suala. Baxın, A-nın ya 5 ya da 6 olduğu görünür. Böyük ehtimalla ki 5'dir. Yəni yoxlayaq. A 5'dirsə, siz niyə dedim böyük ehtimalla 5'dir? A 6 olsa bura 6 yazsam. S'nin üstüne 6 gələndə 2 ilə bitir. Gərək S'də 6 olsun. A da 6 olsun. Bu da bizim şərtimizə ziddir. Ona görə A-nı 5 qəbul edirəm. Avtomatik nə olur? S'də 7 çıxır. Çünki 7'nin üstünə 5 gələndə 12 eləyər. S 7'dirsə avtomatik B-yə də 8 qalır. Sizdən də B-ni soruşur. Növbəti sualımız 81-ci sual. Bilirsiniz ki, bu sual tipi çox məşhurdur. Və bununla bağlı mənim kanalda ayrıca video izahım var. Mən sizin üçün bu qəbulun altına bir neçə video izah yerləşdirərəm. Siz də həmin video izahlara mütləq baxarsınız. Düzdür, indi mən bu sualı izah edəcəm. Lakin bu sualı daha yaxşı başa düşmək istəyirsinizsə, mütləq yerləşdirəcəyim video izahı da dinləyərsiniz. Ümumiyyətlə, sizə kömək olsun deyə, faydası olsun deyə bu videonun altına 5-6 video link yerləşdirərəm. Biri, qanun uyğunluqla dəyişən fiqurlar. Biri, sahə perimetrdə spesifik ölçüləri olan sahə sualları. Biri hitori, biri güzgüdən görünən saat. Biri də fırlanma sualı olsun. Və siz bu mövzularda zəifsizsə və yaxud çətinliyiniz varsa, onlara geniş formatda baxasınız. 81-ci sual yoldaşlar, nə deməkdir? Bu sualda nə istəyirdir? Çöldəki fiqurun qanun uyğunluqlarını ayrı, içəridəkini də ayrı təyin edin. Və o qanun uyğunluqların hər birindən ən azı birinə cavab verənləri doğru cavab kimi seçin. Yoldaşlar, çöldəki fiqur ya 90 dərəcə sağa, ya 90 dərəcə sola, ya 180 sağa, ya 180 sola aşaraq bu vəziyyət ala bilər, ya da heç tərpənməz, olduğu kimi qalır. İndi aşağı baxın, aşağıdakı fiquru da 90 sağa, 90 sola, 180 sağa sola fırlatsaq və yaxud tərpətməsək, yenə olduğu kimi qalır. Düzdürmü? Amma üçüncü bənd görürsünüz 45 dərəcə fırlanır. Onda bunu doğru cavab kimi götürməyəcəksiniz. Variantlardan 3'ü silirsiniz. İçindəki fiqur isə ya güzgüsüdür, ola bilər də güzgü olsun, düzdür? İşte baxın belə, güzgü ola bilər. Üz yuxarıya da güzgü ola bilər.
və yaxud 90 dərəcə fırlanma, 45 dərəcə fırlanma. Dairə fiquru elə fiqurdur ki, lap burada 1 dərəcə belə fırlanma olsa yenə də dairədir. Və yaxud yenə sabit qala bilər. Deməli, sırf fırlatmaqla bağlı nümunələr seçməliyik. Fikir verin. Daha doğrusu, sabit qalmaqla və yaxud fırlatmaqla bağlı nümunələr seçməliyik. Fikir verin, bu içəridəki fiqurla ikinci fiqur eynidir. Bunu güzgü əksi açaraq və sonra fırladaraq bu vəziyyətə gətirmək olar. Və yaxud 90 dərəcə sola fırladaraq 5 vəziyyətinə gətirmək olar. Və yaxud bir 45 dərəcə fırladaraq 4 vəziyyətinə gətirmək olar. Yəni cavab 2, 4 və 5'dir. Lakin birinci fiqur heç bu fiqur deyil. Kiverin fiqur təhrifə uğradılıb. Ucu istiqaməti başqa yerə baxır. Ona görə bir də doğru cavab deyil. Növbəti sualımız 82-ci sual. Sadə sualdır fikrimcə. 12-dən 2 çıxıblar 10, 2-yə vurublar 20. 7-dən 2 çıxıblar 5, 2-yə vurublar 10. 19-dan da 8 çıxacaqsınız 11, 2-yə vuracaqsınız 22. 83 isə əksinə çox çətin sualdır. Deməli 7 ilə 3-ün fərqi 4 eləyir. 4-ün kvadratı da 16. 3 ilə 1-in də fərqi 2 eləyir. 2-in də kvadratı 4. 16 ilə 4-ü toplayıb 20. Biraz ağırdır. 9 ilə 1-in fərqi eləyir. 8, kvadratı 64. Bunların da fərqi 3, kvadratı 9. Onların da cəmi neyinir? 64 ilə 9-un cəmi eləyir 73. A-nı tapdıq 73. İndi B-ni tapaq. Bunların fərqi 4, kvadratı 16. Bunların da fərqi 2, kvadratı 4. Onların da cəmi eləyir 20. 73 çıxılsın 20, cavab 53. Növbəti sualımız tərəzi sualıdır və fikrimcə çarpaz toplayıb cavabı rahatlıqla tapa bilərik. Niyə çarpaz toplayıram? Dairələr getsin bura. Buradakı dairələrlə buradakı dairələr ixtisar getsin. Baxın, dairə, dairə, üçbucaq, 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 üçbucaq. Bərabərdir. Kvadrat, kvadrat, dairə, dairə. İki dairəni ixtisar etdi yoldaşlar. 2 kvadrat 4 üçbucağa bərabər çıxdı. Avtomatik 1 kvadrat da bərabər olacaq 2 dənə üçbucağa. Cavab Y variantı. 85-ci sual. Döşəməyə xalça salırlarsa, masaya nə sərirlər? Salırlar. Süfrə. 86-ya baxırıq. FGHLMPT-yə ekskursiya təşkil edilir. Muzeydir bunlar. Agentlik bura ekskursiya təşkil edir. 7 dənə muzeydir. Gəlin ondan yazaq. FGH. Maraqlı sualdır. Çox maraqlı sualdır. Sonra LMPT. L, M və P və T. 7 növbəli olacaq da 1, 2, 3, 4, 5, 6 və 7. Əgər tərtib olunan, burada şərtlərdə deyir. F gediləcək ilk 3 muzeydən biri olmalıdır. Deməli ev 4-cü, 5-ci, 6-cı və 7-ci ola bilməz. G-yə H-dan dərhal sonra gedilməlidir. G-yə H-dan dərhal sonra gedilməlidir. H-la G dalbadal olacaq. Yoldaşlar G birinci muzey ola bilməz. Çünki o H-dan sonradır. H da sonuncu muzey ola bilməz. Çünki o G-dən öncədir. Tərtib olunan qrafikə əsasən ilk muzey M-dirsə. İlk muzey M-dirsə minuslarını qoyuram və həmçinin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci deyil. Altıncı muzey P-dirsə, P-də 6-dırsa, onda 7, 5, 4, 3 və 2 deyil. Həmçinin də ki, başqa, belə deyək, hərflər də həmin sırada getməyib muzeyə. Qrafik əsasən H-ın ekskursiya edilə biləcək neçənci muzey olduğunu tapın.
Gəlin fikirləşək. Əvvəla biz G ilə H-ın dalbadal olduğunu bilirdik və F-in də ilk üç muzeydən biri olduğunu bilirdik. G ilə H fikir verin 6 və 7 ola bilməz. Onlar müxtəlif minusları var. Onda bunlar ön tərəfə düşür. Və bütün bəndləri oxuyum. F gediləcək ilk 3 muzeydən biri olmalıdır. G-yə H-dan dərhal sonra gedilməlidir. Dərhal sonra. İlk muzey M'dir. 6-cı muzey P'dir. H neçənci muzey ola bilər? F ya 2 olacaq ya 3. Düz deyil. Gəlin düşünək ki F 2-dir. F 2 olsa F 2 olsa. Uca G 2 ola bilmir. H 2 ola bilmir. Düzdürmü? Avtomatik G və H belə formalaşacaq. Ya H üçüncü olacaq. G dördüncü. T də olacaq yəqin ki 7-ci filan və s. Ya da əgər F olsa üçüncü ki verin, burada maraqlı bir nüans yaranır. F olsa üçüncü, H ikinci ola bilmir. Çünki H ikinci olsa 2-dən dərhal sonra, yəni H-dan dərhal sonra G olmalıydı. Deməli, H ikinci ola bilmir. İkinciləri silməliyəm. 7-ci də ola bilməz H. Çünki H-dan dərhal sonra G-dir. Ona görə bunu da silirəm. İndi cavab 3 yoxsa 3, 4. Gəlin 4-ü də yoxlayaq. Deyək ki, H dördüncüdür. H dördüncü olsa, onda G 5-ci olacaq. F də ya 2 ya 3 ola bilər. Yerdə qalanlarla da bağlı bir məhdudiyyət yoxdur. Bəli, cavab olacaq Y variantı. Burada çox belə vacib bir detal yox idi. Mən 2-3 dəfə oxudum ki, bəlkə samballı bir hissə olar. Yox əslində. Bir dənə H-ın ikinci ola bilməyəcəyini tutsaydınız, bəs idi. Növbəti sual Hitori'dir. Hitorini yəqin ki, hamınız həll edə bilirsiniz. Bununla da bağlı kanalımda kifayət qədər video var. B ilə B-nin ortasında C var. B ilə B-nin ortasında D var. Sonra Y ilə Y-nin ortasında A var. Tüm bu ipuçları görməyimiz məsləhətdir ki, sonradan işimiz daha rahat olsun. Başqa görmürəm düzü. Elə bu C-yə görə aşağıdakı C-ni ixtisar eləyək. Bilirsiniz ki, qara xananın da yanları ağarır. Dərhal bunları ağartdıq. Sonra biz bu A-nı qaraltsaq, D bloka düşər. Ona görə bu A-nı ağardırıq. Buna görə bu qaralır. Qara xananın da yanları ağarır. Bu A-ya görə bu A da qaralır, yanlar ağarır. Bu ağardısa avtomatik eyni sətir üstündə olan hərflər hamısı nə olmalıdır? Qaralmalıdır. Sonra biz bu D-ni qaraltsaq Y bloka düşər. Ona görə ağarmalıdır. Sonra baxaq başqa nə görmədik, nə gözdən qaçdı. Hələ keçdi. Bundan sonrası əgər ehtimal kimi həll olunacaqsa, bu Y-dən yox, sətir sütunda 2 dənədir. Bu Y-dən fikir verin, sətirdə də, sütunda da təkdir. Bunu mən demişəm də sizə bilirsiniz. Əgər bir hərf sütun və sətirdə təkdirsə, onu ağarda bilərsiniz. Yoldaşlar 2 dənə Y qalıb. Gəlin birini ağardaq, birini qaraldaq, vəziyyətə baxaq. Məsələn, bunu qaraltsaq, bunu ağartmalı olacaq. Və bu qaraldı deyə bunu da qaraltmaq olmaz. Çünki C bloka düşər. Onda bunu ağardacaq. Bu ağardısa avtomatik bu qaralacaq. Və fikir verin, elə burada böyük bir blok yaranacaq. Deməli, düzgün yanaşma deyilmiş. Biz bunu qaraltdıq, səhv elədik. İndi onu ağardacağıq. Bu birini qaraldacağıq və cavab düz çıxacaq.
Qaraxananın yanı ağarır. Bu ağdır deyə bu qaralır. Bu qaralsa bu bloka düşər. Ona görə ağarır. Bu ağdırsa bu da qaralır. Bu qədər. Birinci sütundakı rənglənməmiş xanalar. C'dir, A'dır, bir də D'dir. 1, 3, 4. Cavab A variantı. Yenə də maraqlı bir saat sualı. Bunun üçün də bilirsiniz ki, mən çox asan bir yol demişəm. Saat neçədir? Saat təxminən 3-ə qalıb 15-18 dəqiqə. 3-ə qalıb 18 dəqiqə, yəni 14:42-dir. Bunun güzgüsünü tapanda 24'e tamamlayırdıq, yadınıza gəlirsə. Sağ tərəf olacaq 18 ki, cəmləri 60 eləsin. Sol tərəflərini də cəmi 23 saat eləməli idi. Burada eləyir 0,9. Cəmi 24 saat eləməlidir də qısacası. Şimdi 0,9 18'dən 11:05'e kimi neçə dəqiqə var? Bu dəqiq tutmaq olmur. Bu görüm neçədir? 1, 2, 3, 4. Bəlkə də bu 4'tür. O da ola bilər. İndi cavab variantı ilə baxarım. 09:18'dən 11:05'e kimi neçə dəqiqə var? Deməli 42 dəqiqə. 42 dəqiqə sonra eləyir 10 tamam. 60 dəqiqə. 60 dəqiqə sonra eləyir 11 tamam və 5 dəqiqə. Bu eləyir 107 dəqiqə. Cavablarda 107 yoxdur. 106 olmalıdır. Niyə? Çünki mən burada 18 dəqiqə qalıb dedim, amma 19 dəqiqə qalıbmış. Onda 41'dir. Bu hissədə artıq 19 olacaq. Bu da 41 olacaq. Qısacası yoldaşlar, sizə bu hissə çox dəqiq verilməyəndə cavablar bir-birinə yaxın olmayacaq. Amma cavablar 106, 105, 107, 108 kimi veriləndə bura o qədər dəqiq başa düşülür ki, narahat olmağa heç bir ehtiyac yoxdur. Mən hələ elə bir imtahan görməmişəm ki, bu hissə başa düşülməsin. Hətta burada biraz biz də pis çəkmiş ola bilərik. Dövlət İmtahan Mərkəzi qəbulda daha yaxşı çəkmişdi və həqiqətən də 14:41 olduğu görünürdü. Növbəti sual sahə perimetri əhatə edən bir sualdır. Mən bununla bağlı çox asan bir yol izah etmişəm. Kanalımda onu izləyə bilərsiniz. Videonun aşağısına yerləşdiriləcək. Bizim tələbələr artıq bunu hesablamırlar, şifahi tapırlar. Çünki hesablayıb bir dəfə yadda saxlayıblar. Bura 4'ün 4'e kvadratın combul hissəsidir. Sahəsi 12 eləyir. Bu hissə 6 tam %75 eləyir. Bura 1'dir. Elə bu birisi tərəfdə 1'dir. Bunlar 1, 2, 3'tür. Bura kimi 2'dir. Bu da 0 tam %25'dir. Toplayanda neyinir? Bax 12, 13, 16, 18, 19. Bunların da ikisi birlikte 7 eləyir də. 19'dan da 7'ni toplayanda eləyir 26. Cavab Y variantı. Bu da 89'uncu sualın izahıydı. Keçirik 90'cı sualın izahına. Buraları təmizləyim. Xəyalən birləşdirilib fiqur əmələ gələcək. Onu tapmalısınız. Məncə çətin deyil. Bax bu sol tərəfdir. Buradır. Bu. Bu sol tərəf deyil. Bu deyim haradır. Bu isə buradır. Biraz pis çəkdim. Sərgəli çəksəm başa düşəcəksiniz. Bax bu budur. Bu da budur. Bu hissə buradır. Bu hissə də buradır. Cavab B variantı.